أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. السلام عليكم ورحمة الله وبركاته. Değerli dinləyicilər, günümüzün en büyük, hatta global şəkildə problemi olan stres, bugünkü dünya insanlarının büyük kütlesini sıradan çıxartmışdı. Sağlamlığını, sinirlerini ve saadetini. Demək olar ki, bugün yeryüzünün insanlarının en büyük problemlerinden biridir ki, stres yaşamaq. Ki yaşanılan həyat tərzi bunu həm də tələb edir. Amma biz Müslüman olaraq əlbəttə ki bunu yaşamağımız bizim üçün ayıb sayılır. Bəli, dəyərli Müslümanlar. Bir Müslüman için strese düşmək ayıb sayılır. Ona görə ki onun ruhunu oxşayan, onun bütün içini güzel bilen Rabbimizin bize endirdiği bu Kur'an'dan habersizliğin neticesidir ki bir Müslüman strese düşür. Heç vaxtı olabilmez ki güçlü mümin strese düşsün. Asla bu mümkün değil. Çünkü o derdinin dermanının harada olduğunu çok güzel bilir. Stres nedir? Stres əslində orqanizmin daxili və xarici təzyiqlərə qarşı verdiyi bir fiziki və zehni reaksiyadır. Əslində stres reaksiyadır. Bədənimiz verir, təbiidir. Bədən verir, niyə? Özünü qorumaq üçün. Xəbərdarlıq verir ki, tez bu vəziyyəti düzəlt. Düzeltmezsen daha dərinləşəcək, daha böyük problemlərə düşəcəksən. Stres bunun başlıq xəbəridir. Yəni bir sözlə ən qısa formada desək, stres gələcəkdəki şizofren, səfehliyin qarşısını alan bir siqnaldır. Stresin əlaməti necə olur? Yəni bir nəfər stresdədir. Necə başa düşmək olar ona, necə hiss etmək olar? Adətən kobud şəkildə deyilsə, bu dırnaq çeynəmək, qeyri-adi yorğunluq, yəni durduğu yerdə yatmaq istəyir. Bu adam yeni yuxudan oyanıb, yəni problem o deyil, yatmaq istəyir, yorğunluq var, bədən aşağıya doğru yıxılır, aşır. Təzyiqlər, qeyri-adi təzyiqin yaranması, qeyri-adi, yəni gözlənilmədən, yəni bədəndə sanki proqram pozğuntuluğu baş verir, ciddi baş ağrılar yarandı, sonra əzələ ağrılarıdır, yəni bütün bədənim ağrıyır, sanki məni döyüblər kimi hadisə baş verir. Çünki əzələ sinirlərlə ən ciddi bağlı orqanlardır, bədənimizin hissələridir. Əzələlər çox bağlıdır sinirlərə. Sinirdə problem olan kimi ən ağır yük əzələnin üzərinə düşür və sanki insan döyülübmüş kimi. Saç qopartmaq, misal üçün biri qaşlarını çıxardır və yaxud da ki kimisi saçını qopardır, saç çıxardır yerinə, saçlarını dartır, çıxardır, dırnaq çeynəyir, barmağını dişləyir, özünü çimdikləyir. Bax, bu cür hallar baş verir. Bu stresin birinci xəbərdarlığıdır ki, yəni sənin bədənində problem gedir. Özünü ələ al, özünü düzəlt. Bu stresin xəbəridir. Stres bizim bu günümüzdəki həyat tərzi demək olar ki, günü-gündən də bütün həyat yaşayış növləri insanı stresə aparır. Həm ticarət, iş yerləri, ailə tərzi, miniyin, pulun, hər nəyin səni stresə aparır. Yəni bunların heç biri səni xilas etmir. Pulun var, rahat olmaqdansa
stres yaşayırsan. Yaxşı iş tapmısan, yenə də stres yaşayırsan işin içində. Gözəl ev əldə etmisən, evin içində stres yaşayırsan. Yəni hər nə səni uçuruma aparır. Bax, bu günümüzün ən böyük problemidir. Və ən çox da bunu yaşayan Allahın dinindən uzaq olan insanlardır. Dinin içində olan insanlar adətən bundan çox uzaqdadırlar. Söz yox, bu o demək deyildir onlar saadətin içindədirlər. Zaten dünyada bir yerdə bir problem var. Problemin həllindən söhbət getmir. Yəni bizim bugünkü dərsimiz problemi həll etməkdən getməyəcək. Problem ola bilər yerində qalsın. Misal üçün işindəki problem yerindədir. Evindəki problem yerindədir. Stresə düşməməyin yolu nədir? Biz onu axtarırıq. Stresə düşmə. Biz buna iki yoldan çarə axtaracağıq. Biri təbiidir ki, psixoloji olaraq beyində biz nə etməliyik, nəyi yerinə qoymalıyıq ki, biz buna güc gələ bilək. İkinci, fiziki olaraq, yəni bədənimizdə nə edək, biz bu stresdən çıxaq. Çünki stres insanı elə bir vəziyyətə gətirir ki, stresin bədənə verdiyi ən böyük problemlərdən biri də konsentrasiyanı itirməkdir. Konsentrasiyanı itirirsən. Konsentrasiya nədir? Misal üçün, maşına oturub fikirləşir. Mən nə etməliyəm? Yəni normalda bilir ki, açarı zamoka salıb işə salmalıdır maşının, ya düyməni basıb maşını işə salmalıdır. Bu nə eləməlidir onu bilmir. Və yaxud da ki, pulu tutub əlinə, baxır pula, mən bu pulu niyə çıxartmışam? Nə etməliydim? Kitabı açıb deyir, mən kitabı niyə açmışam? Nə etməliydim? Yəni bu stresin əlamətidir. Və özü də bu artıq biraz ciddi əlamətidir. Ayaqlarını qaldı oturduğu yerdə ayaqlarını sirkələyir. Barmağını dişləyir. Allahın Resulü sallallahu aleyhi və səlləm bütün bunları stresdən sayaraq demişdi. Bütün bunların hamısı şeytanın vərdişidir. Yəni bu kimdə yarandısa bu adətlərdən biri bilsin ki bu şeytandandır, şeytan vərdişidir. İnsan var, bunda bu adətə çönüb. Heç əsəbi olmayanda da belə eləyir. Misal üçün, oturub ayağını titrədir, ayağını silkələyir və yaxud da ki, qaş qopardır, saçını qopardır. Bu artıq bunda heç hadisə olmayıb yenə eləyir. Bu kimdə varsa, o bilsin ki, o bir addım da irəliyə gedib, pisə doğru. Çünki buna deyirlər xroniki stres. Bu xroniki stresdir. Yəni sən o qədər stres yaşamısan, artıq bu səndə adətə çönüb. Heç sən stresdə olmayanda da artıq sən bu işləri görürsən. Bu da o deməkdir ki, sən heç problem yaşamayanda da sənin içində problem yaşanır. Yəni sənin bədənin geriyə doğru zəifləyir. Çünki bu adət yaxşı adət deyil. Ona görə dəyərli insanlar, evdə ailə üzvlərimizdə, çöldə dostlarımızda, iş yoldaşlarımızda, hansında bu adətlərdən birini görsək, hər dəfəsində ona xatırladaq. Misal üçün, ayağını sirkələyir, yavaşca əlibi qoy onun ayağının üstünə, etmə, saxla. Yəni ona kömək elə. O deyəcək, yox, məndə vərdişdir, denən etmə, xahiş edirəm. Bu yaxşı vərdiş deyil. Allahın Resulü deyib. Bütün vərdişlər şeytandandır. Bu şeytandandır, etmə belə. Misal üçün, gözünü yerində fırladır. Gözünü yerində fırladır. Düzdür, bunlar hamısı şeytandandır. Hamısı. Şeytandandır nə deməkdir? Şeytan gözümüzü fırlatmır ki. Yəni, şeytan səni müəyyən qədər kontrola alıb. Misal üçün, 5% səni kontrola alıb. Bu 5% qısa zamanda 20 olacaq. 50 olacaq, sonra şezafirin olacaqsan, sonra səfih olacaqsan. Yəni ona doğru gedirsən, indi başlayıb, qabağını al. Ona görə də heç kəs vərdişləri üzərində saxlamasın. Hökmən vərdişi tərk etmək lazımdır. Çünki sən bəzən stresdə olmayanda da, stresdə deyilsən,
Amma ayağını tərpədə-tərpədə, yavaş-yavaş sənin xəbərin olmadan heç özün bilmirsən. Beyin daxilində stres yaranır. Və özü də yavaş-yavaş ayağının sürəti artır. Get-gedə artır, sonra fikir ver, yadına sal, görəcəksən ki, yadına bir əsəbi hadisə düşdü. Yəni, filan kəs mənə o günləri o sözü niyə dedi? Əslində, əvvəl ayaq əsdi, sonra o yada düşdü. Çünki şeytan belə səni stres duyğularını oyadır. Ona görə biz birinci, əvvəl beyindən başlayaq. Biz öz ağlımızı kontrol etməli və içimizdə bunu düşünməliyik. Nə varsa, nə baş veribsə, mənim Rəbbim Allah şahiddir buna. Ki, mən doğruyamsa, Allah mənə yardım edəcək. Sən özünü, bu boşdu boşuna deyil ha, dəyərli insanlar. Bu Allahın kitabında ayədir. Yəni, özün özünü aldatmağı demirəm. Özü özünə təlqin deyirlər buna. Yəni, psixologiyada. Yəni ki, özünə təlqin eləyirsən ki, dişim ağrımır, dişim ağramır. Belə deyirsən, bu aldatmaqdır. Bunu demirəm. Gerçəkdə inanmalısan ki, Allah varsa, mənim Rəbbim varsa, mən nədən qorxmalıyam ki? Nəsə olacaq, bir şey olacaq, o mənə nəsə edəcək, işim əldən çıxacaq, ev məhv olacaq, biznesim pozulacaq, qorxma. Allah Ən-Nəml surəsi 10-cu ayədə buyurur. Musa əleyhissalama deyir. Musa əleyhissalam bu dəvətin yükündən qorxur ki, mən necə bunu daşıyaram, bunu necə edəcəyəm? Nə olacaq? Allah deyir, Lə təxaf, inni lə yəxafu lədəyyəl mursalun. Ey Musa, qorxma, qorxmayın. Allahın huzurunda mürsəllər qorxmazlar. Allahın rəsulları Allahın huzurunda qorxmuyub. Çünki o bilir ki, mənim Rəbbim mənə sahib çıxıb. Mənim Rəbbim var. Mən haqlıyamsa, Rəbbim var. O mənə yardım edəcək. Özünü kontrol et. Konsentrasiyanı düzəlt. Haqsızsansa, ola bilər haqsızsan da, hər dəfə haqlı olmursan ki. Haqsızsansa, haqsızlığı anlasan, ona tövbə et, həmin adamla aranı düzəlt, bu vəziyyətdən çıxacaqsan. Yəni, hər iki halda haqlısansa, Allaha təvəkkül et. Qorxma. Allah da deyir, qorxma. Hələ digər ayədə, Cin surəsi 13-cü ayədə buyurur ki, فَمَنْ يُؤْمِنْ بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا. Kim Allaha layiqincə iman edibsə, o heç vaxt bir şeyin əskilməsindən və yaxud da ona qarşı haqsızlıq olunmasından qorxmaz. Bəli, deməli, Rəbbimiz bizə deyir ki, əgər sən iman etmisənsə, əskilməkdən qorxma. Əskilmək nədir? Yəni, filan şey itəcək, pulum itər, var dövlətim gedəcək, ev əlimdən çıxacaq. Yəni, bir şeyin əskilməsidir və yaxud da ki, rahaqa, yəni sənə biri haqsızlıq edər. Qorxma. Allah deyir, mömin bunlardan qorxmaz. Cin surəsi 13-cü ayə. Yəni, qorxma, öz beynini kontrol et və təsəlli tap və rahatlan. Rahatlan, çünki Allah sənə sahib çıxacaq. Həqiqətən belə olacaq. Allah sənə sahib çıxacaq. Ola bilər başına bir iş gəldi, yenə də qorxma. Sən bilginən, əgər dünya sənin olsa, əlindən çıxsa, Allah onu sənə qaytarması üçün Allahın bir kəlməsi lazımdır. Kun, yəni ol. Allah ol deyən kimi o iş olacaq. Allah bir kəlmə desə ki, bu qulumun işini səhmana salmaq lazımdır. Vəssalam, o iş olmağa doğru gedəcək. Özün görəcəksən ki, surətlə düzəlir yavaş-yavaş. Hər şey düzəlir. O qədər bizim ümidsiz işlərimiz olur ki, hadisə baş verir, biz düşünürük, mən bunun altından necə çıxacağım? Heç vaxt çıxa bilmərəm. Özünü edam edən insanlar var, ha, ipi boynuna keçirdir, ha. Onlar nə qədər çarəsiz, nə qədər Allahın kitabından uzaq adam olublar ki, şeytan ora qədər onlara qələbə çalıb. İnanın, onlar o ipi boynuna keçirdəndə şeytan hansı sevinci yaşayır,
Çünki bilir ki cəhənnəmə bir nəfəri göndərirəm. Şeytana bu lazımdır. Çünki bu adamın Allahdan ümidi üzülüb ki, düşünür ki çarə ölümdür. Çünki normalda ağlı başında olsaydı, o fikirləşərdi ki, ölüm can qurtarıcıdır ki, ölüm daha da qorxuncu olanıdır. Çünki yenə dünyada bir çarə ümid var idi. Bir çarə tapardıq buna. Öldümsə qaldı Allah ilə mənim aramda. Borc idisə Allah mənim borcum. Borca görə məni cəzalandıracaq. Haqqına girmişdimsə üzrxahlıq götürüb məsələni həll edə bilərdim. Özümü edam elədim. Nə olacaq indi? Bitdi? Bitmədi ki. Daha ciddi məhkəməyə getdin. Dünya məhkəməsi nədir ki? Dünya məhkəməsi göz yaşı tökərsən və yaxud da ki bir şeylər edərsən, bir yolu vardır, bir məsələ həll olur. Allahın huzurunda necə? Ona görə də bu insan öz ağlını, kontrolunu ələ aldıqda, kontrolunu ələ ala bilməsə, şeytan qələbə çalacaq. Sən isə mömin olaraq bilginən, Allah hər nəyi həll edir. Bütün itirdiklərini sənə qaytaracaq. Sənin dediyin o söz var idi ya, heç vaxt daha bu düzəlməz. Elə düzəlir ki, Allah elə həll edir ki, məsələni, insan düşünə bilmir ki, bu necə baş verirdi, Allahım. Bəli, bu Allahın əlindədir. Sən Allaha təvəkkül et. Və qalu hasbunallahu və ni'məl vəkil. Ali İmran surəsi 173-cü ayə. Allah burada deyir, möminlərə dedilər ki, böyük ordular sizin üstünüzə gəlir. Yəni, sanki dağlar sənin üstündədir. Onlar dedilər, Allah bizə bəs edər, o nə gözəl vəkildir. Allah üçün bu söz deyilər. Allah üçün bu söz deyiləndən sonra Allah o insanı çarəsiz buraxar. Allah fırtınalar elədi. O ordu paramparça oldu. Böyük ordu paramparça oldu. Çünki onlar təvəkküllə dedilər, 100% əmin olaraq dedilər ki, Allah bizə bəs edər. Allah da onlara bəs oldu. Amma insanlar mollanın yanına qaçır, falçının yanına gedir, banca gedir, rüşvət alır, uyuşturucu satır, əxlaqsızlıq edir, hər nəyi edir ki, və yaxud da bunlardan birini edir ki, problemini həll etsin. Belə adamın Allah problemini həll edər. O rüşvəti aldıqca onun başqa problemi çıxacaq. Var dövləti çoxaldıqca onun dərdi çoxalacaq. Heç nə ona çarə olmayacaq. Çünki o stresdən çıxa bilməyəcək. Çünki Allaha təvəkkül etmədi. Sən Allaha təvəkkül et. Bütün dünyanın dərdləri üstündə olsa belə, o dərdlər Allahın bir kəlməsinə bənddir. Həll olacaq. Necə ki, Allah Qur'an-ı Kərimdə də bu barədə buyurur. İnnəmə zəlikumuş şeytanu yuxavvifu əvliyəəhu. Bu şeytandır, sizi qorxudur. Fələ təxafuhum və xafuni in kuntum mu'minin. Siz ondan deyil, şeytan və onun ordusundan deyil. Siz Allahdan qorxun, əgər möminsinizsə. Möminsənsə Allahdan qorx. Sən qorx bilirsən nədən? Sən qorx ki, mən bugün bir namazı qazaya vermişəm. Sən bundan qorx. Sən qorx ki, möminlər cənnətə gedəndə sən cəhənnəmə gedə bilərsən. Bundan qorxmaq lazımdır. Amma şeytan və ordusu bizə nə deyir? Niyə qorxursan ki? Allahdan qorxmaq lazım deyil. Bax, deyir Allahdan qorxma. Amma hökumətdən qorxudur, polisdən qorxudur, oğrudan qorxudur, güclüdən qorxudur. Hamından qorxur, bir dənə Allaha çatanda dillə Allahdan qorxmaq lazım deyil. Bax, bu şeytandır. Allahdan qorxmaq lazımdır. Heç kəsdən qorxmaq lazım deyil. Heç kəsdən. Sənə heç nə edə bilməzlər. Dünya üzərinə tökülsə, sənə heç nə edə bilməz. Sənin o bir ovuc qəlbin var, sənin o bir ovuc qəlbin rahat olandan sonra, inan Allaha, sən bir canınla dünyanı qorxudacaqsan. Bir bədəninlə dünyanı qorxudacaqsan. Amma dünya sənin arxanda olsa,
Sənin imanın olmasa, yenə də qorxacaqsan. İran dünyanın super gücü olan vaxtı, Sasani vaxtı, böyük bir ordu ilə ayaqyalın gələn müsəlmanların üzərinə hücum etdi. Müsəlmanlar ayaqyalın, əllərində dəmir, taxta parçaları ilə döyüşə hazırlaşıblar. İran əzəmətli bir ordu ilə. İran ordusunun baş komandanı müsəlmanların başçısı Sa'd ibn Əbu Vaqqas radiyallahu anhuya dedi: "Sizi bura gətirən hansı gücdür? Siz necə bu yalın ayağınızla dünyanın super gücü olan Sasani imperatoruna qarşı çıxmısınız? Siz necə gəlmisiniz bura qədər? Və məni təəccübləndirən nədir? Siz bura qədər qələbə ilə gəlmisiniz. İndi İran imperatorunun iştirak elədiyi bir döyüşə giririk. Zirehli, dəbilqəli, filli, atlı ordunun qabağında ayaq yalın, aynında ağ kəfən olan dəmir-dümür parçası ilə gəlmiş bir ordu. Sizi bura gətirən nədir? Bax, o Sa'd ibn Əbu Vaqqas radiyallahu anhu dedi, bu ordu var ha, yalın ayaqlı ordu. Onların qəlbi Allah sevgisi ilə dolu olan, bir an haçan Rəbbimə qovuşaram, deyəcək insanlardır. Sənin o zirehli geyimində olan insanlar isə, onlar yaşamaq üçün hər nəyə əl atarlar ki, biz nə olar ölməyək, yaşayaq. Bax, onlar yaşamaq istəyir, bunlar ölüm arzulayır. Heç vaxt qələbə çalmayacaqsınız. Allahı şahid tuturam ki, birazdan sizin ordu paramparça olacaq. Çünki biz ölmək istəyirik, siz yaşamaq istəyirsiniz. İran imperatorunun baş komandanı bu sözü deyə-deyə geri qaydırdı. Biz ölmək istəyirik, siz yaşamaq. O bunun ağzında hey təkrar olurdu. Ona dedilər, sənə nə olub belə? O dedi, bu nə ağır sözdür onlar dedilər mənə. Siz yaşamaq üçün bura gəlmisiniz. Biz isə şəhid olmaq arzusuyla. Bax, Müslüman dünyadan qorxmur. Müslüman Allahın huzurunda başı aşağı olmaqdan qorxur. Allahın huzurunda cənnət var ikən cəhənnəmə düşməkdən qorxur. Müslüman budur. Müslüman pul itirməkdən, dostluq münasibətinin pozulması, nə bilim nəyin olması, kim mənə qarşı çıxar, ondan mı qorxar? Müslüman bunlardan qorxmur. Ona görə Müslüman stresə düşmür. Biz içimizi bu cüra düzəltsək, stresin kökünü darmadağın edəcək. Şeytan bir daha sana bu yerdən hücum etməyəcək. Buradan əmin olacaqsan. Bəli, deməli birinci tərəfi biz öz psixologiyamızı bərpa etməkdir. Beynimizi kontrol edəndən sonra fiziki olaraq bədən üçün elm adamları belə bir yöntəm qoyublar. Belə bir yöntəm vardır. Artıq özünü kontrol edə bildinsə, dərin nəfəs alırsan. Dərin nəfəs. Yəni əvvələn mümkündürsə bütün nəfəsini burax. Bütün nəfəsi buraxmaq üçün nəfəsini çölə buraxa əyil. Otur. Axırda oturursan, sinəvi dizlərivə sıxırsan. Sinəvi dizlərivə sıxırsan. Kişi, qadın. Elə təmiz havada eləsin, çox gözəl. Hava çox soyuqdursa, evdə də eləmək olar, amma oksigenin olduğu yerdə etmək lazımdır. Deməli, otura nəfəsini buraxırsan. O qədər buraxırsan ki, oturmusan, sinəvi sıxırsan dizlərivə, oturduğun halda. Mümkündürsə, dizlərivə əlinlə qucaqla, biraz da özünü sıx. Yəni, sanki o süngər varı, süngər. Yəni, qabı yuyan süngər. Maçalka da, yəni ruscası. O süngəri sıxanda necə ondan su çıxır, çirk sıxır. Bax, sanki ciyərlər eyni süngərə bənzəyir. Sıxırsan özünü, ciyərləri bir sıxdın, ən axırıncı karbonu da burax çölə. Yəni, ciyərin elə bil boşaldı. Sonra, bu bir anda olur, uzun müddət olmur, eləmək olmazsa. Yəni, bir anda bu işi gör. Sonra yavaş-yavaş havanı çəkə-çəkə ayağa dur. Ayağa dura-dura ciyərlərində açılır, yavaş-yavaş. Özü yavaş-yavaş. Nəfəsini çəkə-çəkə içəriyə bir dəfə çəkə-çəkə ayağa ki durdun, nəfəsi tam içəri və çəkəndən sonra
bir güc vur, bir nəfəslə çək içəriyə. O, ciyərin açılmayan bütün dəliklərini açacaq. O axırıncı, o çəkdiyin nəfəs. O bir dəfə, yəni tam nəfəsi çəkəndən sonra bir dəfə də güc topla, nəfəs çək, bir nəfəs. Sonra 5 saniyə bunu saxlayırsan. 5 saniyə, saniyə, yəni gözünlə baxa da bilərsən, parmağınla saya da bilərsən. 5'e qədər saydın, sonra bunu özdə bu işi burnundan edirsən, burnunla nəfəsi çəkirsən. Ağızla qətiyyən deyil. Burunla nəfəsi çəkdin, 5 saniyə içəridə saxlayırsan. 5 saniyədən sonra yavaş-yavaş havanı buraxırsan çölə. Bu işi bir dəfə belə oturmaqla etdin, daha hər dəfəsində oturmursan. 5 dəfə bunu təkrarlayırsan. Amma oturmamaq şərti ilə birincidə oturursan. Durursan ki, yəni bütün ciyər karbondan boşalır, təmiz oksigen ciyərlərə daxil olur. Amma ikincisində, üçüncüsündə, dörd və beşincisində elə ayaq üstə qaldığın halda burnundan nəfəsi çəkirsən, ciyərləri doldurursan, ciyər tam dolandan sonraki daha getmir, bir dəfə də nəfəsini çəkirsən, gedəcək. Görəcəksən ki, gedir. Yəni bir nəfəs də çəkəcəksən, yəni bir nəfəs üstə gəl, bir hava içəriyə çəkdin və ondan sonra yenə 5 saniyədən sonra bunu burax. 5 dəfə bunu təkrar edəndən sonra Allahın izni ilə görəcəksən ki, səndə stresdən heç nə qalmayıb, gözəl bir rahatlıq gəlib. Onun ardınca həmən fikrə qayıtma. Get, həyat davam edir, rahatlan. Fürsətin var, get dəstəmaz al. Allahın kitabını qoy, biraz Qur'an oxu. Və yaxud da ki, Allahı zikr et, qoy şeytan yeni hücumu edə bilməsin. Bununla da şeytanı öz içindən rədd edəcəksən. Stresin Müslüman üçün ən gözəl çarəsidir. Allah bütün Müslümanları qorusun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.